İçki bütün beyindəki mediatorlara təsirləyir. Bütün beyindəki mediatorlara ilk növbədə beyinciyə təsir edir, ona görə müvazinətini itirir və bütün beynin fəaliyyətinə təsirləyir. Ümumiyyətlə, beynin fəaliyyətini, o sinapslarda, o mediatorlar, elektrik impulsların keçirilməsi məsələsi var, onun fəaliyyətini pozur. Bilirsiniz nə təridir? Baxın, membran var, neyronun membranı yağdan həsr olunur, yağdan düzəltdir, lipid molekulardır, yağ molekulasından. Çöldəki su içəri keçə bilmir, içəridəki sitoplazmadakı su otolə keçə bilmir. Aydın oldu mu? İçəridəki qalan şey, içəridə də sudur, çöldə sudur. Spirt yağları keçir. Yağlarda həll olur və membranı dağıdaraq keçir içəri. Və neyronun bütün fəaliyyətini pozur. Neyron əgər oyanmalıdırsa oyanmır, tormozlanır və yaxud da əksinə və yaxud da gedir hansısa problemi yaradır və insanda elə özdə hamısında eyni cür olmur. İnsan içib depressiyada düşə bilər, insan içib aqressiv də ola bilər, insan içib eyfariyada da ola bilər. Və bunun nə zaman baş verməsi həmin spirtli içkinin genetik olaraq hara təsir eləməsindən asılıdır. Hara həssasdır, ora təsir eləyir. Məsələn, insan daxilən aqressivdirsə, spirtli içkidən sonra əlbəttə daha aqressiv olacaq. Amma məsəl üçün, pozitiv insanlar, eyfariyası çox olan insanlar içəndən sonra biraz da oynayasıdır, biraz da eyfarik olasıdır. Mən bir maraqlı məsələni də soruşmaq istəyirəm sizdən. Adətən insanlar nəyəsə baxırlar və olmayan bir şeyi görürlər. Məsələn, çox tez-tez şahidi oluruq ki, bu yaxınlarda Bakıda da olmuşdur. Tutaq ki, buludlardan Allah yazıldığını görürlər. Və yaxud baxırsan, çörəyin üstündə bir sifət görür, divarda və yaxud kolda nəsə bir tanış üz görür, cizgi görür. Bu beynin bizi aldatmağıdır, yoxsa o nədir elə? Bax, buna illüziya deyilir. Beyin həmişə anlaşılmayan bir şeyi anlamağa çalışır. Beynin ümumiyyətlə funksiyası nədir? Xaosdan nizam yaratmaq, qarma-qarışıqlıqdan nizam yaratmaq, nəsə xaosdur, nəsə anlaşılmayan bir şeydir və bundan nizam yaratmaq. Baxın, mən sizin bir şey göstərəcəm. Baxın, bu Charlie Chaplin'in maskasıdır. Elə deyilmi? Charlie Chaplin'in maskasıdır. Biz görürük. İndi maskanı gəlin, arxa özünə baxaq. Bu maskanın arxa üzüdür. Beyin anadan olandan bu vaxta kimi görmüşük ki, burun qabaqdadır, ağız qabaqdadır, qulaqlar arxadadır. Amma burada tərsinədir. Amma beyin bu xaosdan bizə insan sifəti verir. Bəli, burun elə əslində arxadadır, amma... Bax, bizim illüziyamız, biz mübahisə eləyirik, sən səhv deyirsən, mən düz deyirəm, o belə olur, belə olur. Hər kəs öz modelinə uyğun davranır. Bizim beynimizə informasiya yeridib ki, insan üzündə burun qabaqda olmalıdır, qulaqlar arxada olmalıdır. Baxmayaq ki, burada tərsinədir, biz yenə də bu şəkildə görürük. Beyni biz bu cür qavrayırıq, buna illüziya deyirlər. Olmuş obyekti təhrif olunmuş şəkildə qavramaq. Yəni, mən tutaq ki, baxanda, misal üçün də, yeməyin içində insan sifəti görəmsə, o əslində sifət deyil də, beynin mənə onu göstərir. Bəli. Baxın, burada hansı təcrübəni eləyirlər. Başını qara batırır, istəsəz gələcəkdən. Görürsünüzmü? Adamdır. Ama burnu içəridə də. Bizim beynimizdə belə şəkildə informasiya, belə sifətdə bir adam görməmişik. Olmaz. Onda belə çıxır ki, biz ümumiyyətlə əmin ola bilmərik ki, beynimiz ətraf dünyanı bizə düz göstərir. Özünün lazım bildiyi kimi göstərir. Bəli. Tamamilə doğrudur. Dünya görüşümüzün alt-üst eləyəcək bir nöqtəyə gəlib çıxır. Bəli, bizim dediyimiz gerçəklik bizim başa düşdüyümüz gerçəklikdir. Mütləq gerçəklik deyil. Və o adam ağıllıdır ki, o gerçəkliklərə daim şübhə ilə yanaşır və onu araşdırmağa çalışır. Kiminsə dediyi mütləqdir deyirsə və ona axıra qədər gedirsə, bu adam heç vaxt inkişaf edə bilməz. Və yaxud da stereotipləşir. Şəxsiyyətin stereotipləşməsi olur. Belə bir misal var. Ən yaxın evə gedən ən yaxın yol tanıdığım yoldur. Amma elə insan var ki, baş kəsə yoluna gedim görüm, bu yolla nətərdir? Bu yolla gedim görüm nətərdir? Qabağa gedən adam, bu da nədir? Yeniliyə həvəsdir. Qabağa gedən adamlar, uğur qazanan adamlar, həmişə belə adamlar olurlar, yeniliyə həvəs olan adamlar. Amma nəyisə mütləq, dogma kimi qəbul edir. Deyilən sözlərə şübhə eləmir və olduğu kimi gerçəkliyi qəbul etsə və öz fikrini sırmağa çalışırsa, bu artıq kasadlığın əlamətidir.